Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi Şəhərdən Kəndə layihəsi çərçivəsində Lənkəran rayonunda Arıçılıq Muzeyinin açılış mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirinin müavini İlham Qədimova, Lənkəran şəhər icra hakimiyyətinin başçısının müavini Emin Quliyev, Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, fermerlər, arıçılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Arıçılıq Muzeyinin rəmzi açılışı həyata keçirilib, qonaqlar muzeydə yaradılan şərait və görülmüş işlərlə yaxından tanış olublar. Çıxış edənlər Şəhərdən Kəndə layihəsinin kənd turizminin inkişafına, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların tanıdılmasına, yerli istehsalçıların dəstəklənməsinə və regionların iqtisadi potensialının artırılmasına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, layihə çərçivəsində dəstəklənən təsərrüfatlar kənd həyatına, ənənəvi peşələri və yerli məhsulları daha geniş auditoriyaya təqdim etməklə aqroturizmin inkişafına mühüm töhfə verir. Daha sonra arıçı Siyavuş Yağubov tərəfindən iştirakçılara arıçılıq fəaliyyəti, arıların ekosistemdə rolu və arıçılıq muzeyinin yaradılmasının məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin əsas məqsədi Azərbaycanda arıçılıq ənənələrinin qorunması, bu sahənin təbliği, ziyarətçilərin maarifləndirilməsi və gələcək nəsillərə ötürülməsidir. Qeyd edək ki, muzeydə arıçılıq tarixini və bal istehsalı prosesini nümayiş etdirən nümunələr və məlumatlandırıcı güşələr yer alır. Tədbir çərçivəsində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən hazırlanan aşbazlıq və qənnadlı məhsulların nümunələri nümayiş etdirilib. Mədəni proqram çərçivəsində Nənələr Folklor qrupu tərəfindən musiqili çıxışlar nümayiş etdirilib. Sonda isə qonaqlar təsərrüfatın həyatyanı sahəsinə baxış keçirərək arı yeşikləri və arı terapiya ilə tanış olublar. Tədbir qeyri-rəsmi görüş, çay süfrəsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Ümid eləyirəm ki, bu arıçılıq muzeyi həm gələn qonaqlar üçün, həm turistlərimiz üçün, həm arıçılıq ixtisası üzrə tələbələrimiz üçün çox faydalı olacaq. Gələn qonaqlar üçün arıçılıqla bağlı, arı məhsulları ilə bağlı məlumatlar burada çox maraqlı olacaq. Arıçılığın tarixindən, tarixi güşə, sonra bioloji güşə, arının biologiyası ilə bağlı məlumatlar toplamaq mümkün olacaq. Arıçılıq avadanlıqları ilə bağlı güşəmiz var. Bir də arı terapiyası ilə. Arı terapiyası, yəni arı məhsulları ilə müalicə güşəmiz. Burada həm arı məhsulları haqqında məlumatlar toplaya biləcəyik, arı məhsulları ilə müalicə növləri haqqında məlumatlar olacaq. Həm kənd təsərrüfatı istehsal emal olaraq, həm də aqroturizm kontekstli layihələrlə təşəbbüslər göstərirlər və bu təşəbbüslərin həyata keçirməsinə də bizlər də dəstək göstəririk. Son 5 il ərzində Aqrar Tədarük Təchizat vasitəsilə 35 belə təşəbbüs dəstəklənib ki, bu da o təşəbbüslərdən biridir. Arıçılıq mərkəzi, arıçılıq muzeyi deyirik. Arıçılıq kənd təsərrüfatı ümumiyyətlə ekosistem üçün çox vacib olan bir şeydir. Həm insanların tanıdılması, onların bunu əyani şəkildə görə biləcəyi, öyrənə biləcəyi bir məkanın olması və düşünürəm ki, nə sevindirici haldır ki, bu Lənkərandadır. Burada həm peşə məktəbi var və peşə məktəbinin tələbələri də burada əyani şəkildə bu öyrənmə imkanına, maariflənmə imkanına sahib olurlar.